Herkese selam dostlar. Ben İla ve kanalıma hoş geldiniz. Hoş geldiniz. Göz portalım. Neyse işte böyle. Bugün her de Madrid'deyik. Bugün tam günümüz vardı. Qəşəng gəzməyi düşünürük. Düzü səhər baxdım Madriddə. Belə aşırı gəzilməli bir yer tapa bilmədim. İki də yer tapdım. Prada muzeyidir. Onun qabağına yəqin gedərik. İnanmıram içinə girək. Biri də Real Madrid mənamlı muzeydir. Elə bir muzey gördüm. Nə yəqin ora gedərik, dəqiq bilmirəm. Baxarım minutlarına telefonda. İndi hazırlaşdıq, çıxırıq gedək səhər yeməyi yeyək. Ondan sonra gedəcəyik bir muzeyə, oradan o birinə, oradan da mərkəzə tərəfinə gedəcəyik. Yəqin orada yemək yeyib qayıdarıq, dincələrik, sonra yəqin birə çıxarıq. Tək planımız budur. İndi şey açaq, bugünkü advent kalendarımızı açaq, görək nə çıxacaqdır. Bu arada səhər ki makyajımı şey elədim, göstərim. Baxın. Dünənki çıxan far paleti var, onu elədim. Bəyəndim yəni. Güzel olmuş değil mi? Güzel. Artızım. Tamam, bugün 7'ni açırıq. Aç bakalım, 7 burada değil ama değilsin. 7 buradadır. Tam buradadır 7. Çıxaq görək. Birinci mən baxım, sonra verim sana. Mən baxmıram. Təzim qoysun ver, mən baxmıram. Tamam. Sevəcək. Sevəcək miyim? Şöyle bir paket. Evet. Bu Nədir baxmıram. laka falan oxşuyur. Oha. Laktır. Oha. Sen Nədir bildin olsun? xışıltısından bildim. Geçeriz. Ben işte bileceğim bir laktı. Bakın. Güzel. Bu da beğendim. Ağacı 6 güne kadar kalır. Görəkdən yıxlayarıq. Tamam. Bugünkü bu. İndi şey açaq. Jelibonumuzu açaq. Bunu qoyum yerinə. Jelibon içində. Yəni deyirəm, bunları yerinə qoyma səbəbim. Çünki yer yoxdur. Nəyin içində. Rayona qaydanda, rayona deyib, şişə qaydanda şey deyəcəm. Bunları bunun içindən çıxardacam. Onu görəklədik. İçinə qoyuram, onun kutusunu aparacam deyə. 7. Ver, jelibonunu da göstərək. Bu da jelibon takvimimiz. 7. Buradadır. Jelibon. Pink jelibon. Bu da güzel. Yerik. Dünən o günlərə sinkama atmışdım. Aeroportda bunu yeyirdik. Hoş geldi bana. Bir de buranın jelibonlar daha sərtdir və mən çox xoşuma gəlir. Jelibonu mən normalde alıram, soyuducuya qoyuram. Çünki biraz soyusun, bərkisin, sonra yeyeyim. Ama bunların özləri belə bərkdir. Ona görə xoşuma gəldi. Evet, bunu da açdığımıza görə artıq çıxa bilərik. Çıxalım mı Elcancığım? Ben Paris videosuna baxdım. Paris videosuna akşam baxarsan. Like atmadım diyorsun. Corablar, bu sırada corablarım. Nəysə, ona baxmayın. Hadi, indi çıxaq. Çöldə sizə çəkərəm. Dünən axşam çəkmişdik. Bugün hava işıqlıdır deyə şəhər necə görünəcək. Çıxaq görək şəhər necədir. Məncə həqiqətən amma deyirdi ki, Barcelona daha qəşəngdir. Düz elə Barcelona'yı görməmişəm. Gedəcəyik, sabah axşam çıxacağıq ora. Sabah da yəni buradayıq demək olar ki. Ora çıxanda görəcəm ora necədir. Amma buraya yəni elə belə bayılmadım buraya hələ ki. Çıxaq, sonra şey eləyim. Açaram videonu. Evet arkadaşlar, səhər yeməyi yemeye gedirik. Baxın, məhəlləri belədir. Yəni Bakının məhəllərinə oxşuyur. Değil mi? Yani. Biz aslında uşaqlar Bakıda, Madriddə yaşayırmış, bilmirmişiz. Bakı bizim Madriddə. Bir də vaxtı var idi, məndən ora bizim nəyimiz, belə bir şey vardı. İndi belə Bakı bizim Madriddə. Can yazıq gəlir. Bir gün səhər ağlayırdı ki, sən hər gün kofta geyinirsən, mənim sadəcə 3 koftam var. Üçüncü koftası da şeydi, qırışdırdı da, ütü tapamamış xəyal ütüləməyə. Ondan görə geyinəmi, 2 koftada qalıbdı.
Dedim bugün alacağıq ama şalvar ve kofta. Üzülme, tamam mı? Tamam, bence de çıkaq biz yemek yerine. Sarım onu. Ay. Kulaklarım üşüyor. Evet arkadaşlar. Bu ezan için dayanamadı. O yüzden başladı yemeğe. Bu da benim şeyim. Bir de yanımda çay dediğim. Ezan servisine yemeğe gözlüyor. Tamam. Ye. Şeylerimizi ye. Evet arkadaşlar, sonunda kameranı atabildim. Cüya ezandan geldi şeye gedirdi. Madrid Palası'na da. Oraya gedirdi. Oraya geldi, buraya düştü. Sonra gördüm burada mağazalar var. Zara'dı, Primark'tı falan filan desem. Dedim onlara qoy girək baxaq, görək qiymətlər necədir falan. Ama akşam çok işe bakamamıştım. Ve onlara baktık. Harçıcı bir saat geçipti. Bir saat onlara bakırıq. Ama hiç almadım. Çünkü Barcelona'dan mı düşünürəm. Burada ama bile evine yəqin alsam bir şey alırım. Bu arada səhər yeməyi çox qəşəngiydi. Avokado tost demişdi. Onu çok beğendim, aşırı beğendim. Başta ben bir defa yemiştim. O kadar çok beğenmemiştim. Burası çok qəşəngiydi. Bir de yazan pepperoni cheddar tostu dedi. O da qəşəngiydi. Onu da beğendim. İndi Del Coffee aldık. İçə gidəcəyik şeyə, Madrid Palası'na. İşte oranı da gəzək. Oradan da gidəcəyik. Prada Müzesi var. Oraya bilmirəm dəqiq gedərik yoxsa, amma yəqin gedərik. Böyük ihtimal biz akşam çıxmayacağıq. Bura böyle mağazalar işte. Yer sağı solu falan. Orada bakın Adidas mağazası var. Belə ancaq mağazalar demək olar. Alışveriş etmək üçün əslində yaxşı bir yerdir. Bu biri tərəfdə, buradan da gedəndə birincidən getdiyimiz yerdir. İndi gedək, belə gedəcək biz deyəsən. Deyim bir şeyə, orada çıxarım. Orada arkadaşlar, bura şuralardakı o bütün çoğlar olur. Oradaki şey yoxdur. Böyle, ay çok ses görünür. Böyle həyətləri olur onların belə budanmış ağaçları. Şeydə belə zengin kral həyatı yaşadığı o göstərir. Burada bir şey var. Yeməli deyil hocam. Çok güzel. Bu da Madrid saraydı. Beğendim arkadaşlar, bakın. Gel az önce çık. Ya tutun bence. Güzelmiş. Burada bir de köşede de çektireyim. Sonra bir derdi biz o fotoğrafımızla çektirek. Nerede burada çekeceğim? Burada. Tamam. Haydi. Birazdan yine farklı bir şey görsem çekerim. Evet arkadaşlar, bu da diğer tarafıdır. Çok geçmişti. Bakın bu da o meşhur. Cəfəyi burada gəldi çəkdirək ama. Burada çəkdirəm mən evi. Öyle. Çok şey. Yine buradan da qabaqdan da şəhərin tam şeyi görünür. Tam mənzərəsi, landscape'i görünür. Düz dediğim. O da mənzərə. Ay çok güzel. Bombası içine girmədik. Buna vaxt bitirmək istemedik. Orada şaxta var. Burada neyse hamısı donmuş vəziyyətdə qalırlar. Ayı da var orada. Havada tutup uşaqlar deyəsən yağacaq. Çok güzel. Evet arkadaşlar. Buranı beğendik. Mənzərəsi çok güzeldi buranın. Arada bir düzü yağış düşür. Ama hava tutuyor. Ay, saçım başım da dağıldı. Ama güzel. Beğendiniz mi Madrid'i? Ezan deyir ki, mən dedim ki, bura Amsterdam'dayız. Burada məncə müqayisə edilə bilməz, amma Paris'ten demək olar eyni səviyyədədir. Paris daha kaosluydu. Evet, deyə ora daha kaosluydu. Ama yani məncə eynidirlər. Burada mı çox adam var da? Ama düzdür, orada biraz lap belə şey idi. Bu orada biraz böyük şəhərdir. Paris biraz balacaydı. Belki balaca deyildi. O şey eyni. Her şey eyni. Burada güzel. Gəlməyə dəyər, amma Madrid əslində gəzilmədə çox yeri yoxdur. Əgər La Casa de Papel izləmişsinizsə, İspanyolda gəlib burada həyata qala bilərsiniz. Evet, ne La Casa de Papel bilgilərimdən de burada həyatda qalmağa çalışıram. Gracias. 2-3 dənə söz verir. Sağ ol nə demək idi?
Hello, gracias. Por Hola, favor. salamdır. Por favor. Si. Silah demək, hə. Despacito. O da mahnıdan bilir. Hər Sonra şeydən ki, biraz. Ti amo. Ti amo. Yağmur sən sevirəm deyil. Nə deyirsən? Sonra. O kadar. Roman çok. Hələ bilips deyil İspanyollarda. Hadi Antonio Banderas'a kulak asılsa yine gələ bilər. Bunlar yenə Paris fransızlardan daha yaxşıdırlar. Hmm. Fransızlar çox qaşqabaqlı idi. Bunlar heç olmasalar da gülürlər. Şeyləri falan yani yaxşıdırlar. Amsterdam'da çok kadar şen değiller ama burada şöyle hepsi değil. Neyse böyle işte. Değil de o birine düşerim. Evet arkadaşlar, Oracı'dan yol tam terşer vibe veriyor. Bakın buralar çıkışık böyle. Beziyipler. Çekti. Ezanda bir şey var. Tamam dostlar. Şimdi yol dışarı. Yol çok geçekti. Evet. Yer yanından böyle şey verir. Huzur verir yol. Çok sevdim onu. Şimdi her de gedirik. Oradan gəlirsən. Ha, yakın o şeyden geldi. Bezedikleri yerler. Koyacağım buradan gördüm. Ha, bakın arkada. Bərbər, gelin Peki. mən saçım kəsim. İşte otur yere. Bu şey var. Yola bakın. Tam bir payız. Payız yolu. Skuturdan aşağı düşür. Evden ve skuter servisi. Evden de deyir ki, deyib bizdə normalda Bakıda da diləntilər yanlarına bir də uşaq qoyub dilənirlər. Burada diləntilər də yanına iki də it qoyub edə dilənirlər. Ama burada işte daha çok yazılır. Deyib burada daha çox Yazılır. yazılır. olsa Deməli uşağa yox, itə yazığın gəlir. Bizimkilər hə bilmirsən. Buna bakın. Öyle işte. Ama burada çok geçerli. Çok sevdik. Ha, Opera Otel diye bir otel var burada. Ve geçerli. Böyle bir otel. Güzelmiş. Evet arkadaşlar. Bir de bir Christmas markete geldik. Böyle. Ama burada market için değil, ancak oyuncak falan sattılar. Hediyeli şeyler falan. Ve Eldan, bu bir aptal uşaqlar ve bu aptaldı. Bu aptaldı. Getdi şey aldı. Ne kadar dedim çay bala. Almayacağım 10 euroluğun alırdı. Euroydu, düz dedim. Lotereya. Sonra dedim ki, get 5 liraya sonrası al. Getdi aldı. Özü tel söz öyrə. Bu mənim xəyalımdır. Bu mənim xəyalım. Ona xəyalım, Güya deyil küçük yəni, xəyalları var güyada. Nəsə indi aldı. Heç nə çıxmayacaq. Boşu-boşuna 5 euronu şey atdıq. Çöpə atdıq. Çıxaq buradan. Elə bildim mən yemək zad var burada. Yox imiş. Ancaq oyuncaqdır. Çıxır ona görə. Nə tərdə mutludur. Dünən uşaqlardan axşam danışam. Dönüp dolanıp bura gəlir. Biz hay sağ gedirik, fırlanırıq, döndürürük, yine buraya gelirik. Ben istediğimde gedirik şeye, Prada Muzeyine. Bakın. Yaxşı oldu, gündüz gözünden görmemiştik buranı. Görmüş oldum. Arkadaşlar, qəribə yerlere gedirik. Bakın orada, deyəsən o yəqin ki, bunların kilsələri falandır. Bakın, yaxınlaşdım. Eşek görünür ama. Oraya taraf gelirik diyorsun. Oraya yakın olsak diye orada göreriz. Hadi gidiyoruz. Səhərdən gedirik İstanbul'a ama eşek yerlerden geçtik. Yolumuz da qazası qalır. Uzun gezmələrin ardından uşaqlar yarım saatdır yeriyirik. Bu uşaq muzeyi sevməz uşaqdır. Ama içine girmirik ki. Yemək yemək gidəcək sonra. Geldi şeye, müzeye. Bu müzeye yakın içim var. Ben girmərəm bir müzeyə. Bazı vaxtlar da bura pulsuz olur ya. Ben girmərəm müzeyə. Siz belə üstündə pul versinlər, mən girməyəcəm. Desin əslində 50 avro verir, gir var, desinlər. Ama o şeyin de yani kilisen yani gidip kilsədə görə bilərdik. Bir biraz dincələşir, kilsəyə görə isə bura çəkim, sonra kilsəyə çəkim. Sonra yəqin heç yetişə bilməyəcəm çünki rəqamın ücreti çox az qalır. Yəqin saxlayarım onu. Akşam ay saçım bak necə dolaşıb. Neyse çəkim sizə buraları. Oy. Gel.
Petra. Deyəsən bura Prada muzeyinin bağçasıdır. Prada'ya baxsan. Özünə şey, aqibət güzeldir. Aqibət sözünü heç bilmirəm mənası nədir. Ayva qəşəng görünür. Həm də burada şəkil. Ay arkadaşlar. Dünən biz akşam yenə çıxdıq. Biraz gəzdi elədik. Gəzdi elədik, yenə həmin yerləri gəzdik də. Sonra gəlib Şimdi yeni yer geziyor. Sonra gelip yatmışım. Yatmamışım aslında. Ezanın biraz tapşıklar var idi. Onları yazdı. Sonra ben video editlemeye vaktim olmadı. Çok geri kurtardı. Ben de sonra yattım. Birazdan da editleyeceğim. Yakın bugün akşam çay editleyip 2 tane video işleyeceğim. Hadi videoma yorum yazmağı, like atmağı, abone olmağı unutmayın. Bye.